Devlətləri Təşkilatı yaransa da və biz çağırış etsək də ki, Türk Devlətlər Təşkilatı vahid Türk dövlətinə çevrilsin, Türk Birləşmiş Dövlətlərinə çevrilsin, gec qalırıq. Hadisələr daha sürətlə inkişaf edir. Biz gecikirik. Hələ Türk dövlətləri arasında ortaq strateji, ortaq gələcəklə bağlı təsəvvür yaranmamış, artıq Türk coğrafiyalarını bölürlər. Kürt məsələsi. Üç ölkənin də indi bu son günlərdə Şimali Kipri tanınması ilə bağlı. Bəli, Qazaxıstan, Qırğızistan, Türkmənistan 12, yox, Özbəkistan, bəli, Özbəkistan 12 milyard avro Avropa ölkələrindən alıb qarşılığında Yunan Kiprini tanıdı. Bu nə deməkdir? Bu o deməkdir ki, heç Türk ölkələrində də vahid strateji yoxdur. İndi niyə Avropa bunu edir? Ona gələcəm yenə də. Və bu çox üzücüdür. Bu bizi çox üzdü. Bu o deməkdir ki, bizim Türkistandakı türk dövlətlərimiz Türkiyə sadəcə Ermənistan tərəfindən təhdid edilmir, Yunanistan tərəfindən də təhdid edilir, Kürdlər tərəfindən də təhdid edilir və Türkiyəni o ateş çəmbərinin içində yalnız qoymaq, Türkiyənin qərbdə, Türk millətinin qərbdə zəifləməsinin əsasını qoymaqdır bu. Və mən buradan bu qərarı qınayıram, bu qərarı çox pis qarşıladım və bunu da deyim, son illərdə sanki Türk Devlətlər Təşkilatının özündə də bir geriləmə müşahidə edirəm. Niyə? Məsələn, Türk Dünyasının Ağsaqqallar Şurası var. İndiyə qədər bu şuranın bir iclası keçirilməyib. Baxın, Türk Devlətlər Təşkilatının Ağsaqqallar Şurasına iş adamı qoymaq olmaz. Türk Dünyasının Ağsaqqallar Şurasının rəhbəri Türk Dünyasının mənəvi rəhbəri olmalıdır. Bir dövlət rəhbəri var, siyasi rəhbəri var, bir də var Türk Dünyasının mənəvi rəhbəri. Yəni sözü sərhəd tanımadan, dövlət sərhədləri tanımadan, siyasi sərhədləri tanımadan bütün Türk ellərində etki yarada biləcək, sözü Türk ellərində sözsüz uygulana biləcək mənəvi liderlərin və rəhbərlərin nəzarət altında olmalıdır Türk Devlətləri Ağsaqqallar Şurası. Amma bu gün elə deyil. Türk dünyasında o qədər mənəvi liderlər var. Məsələn, Mustafa Cəmiloğlu kimi, Kırmoğlu kimi, Əbülfəz Elçibəy kimi, Çehrəqani kimi Uyğurların liderləri hardadır onlar? Onlar niyə burada deyil? Və onu da vurğulayım. Ayrıca bizim ölkəmizdə məsələn türkçülüklə məşğul olan çox önəmli insanlar var. Əli Şamil var, Nəsib Nəsibli var, Sabir Üstəmxanlı var. Bunlar ömürlərini buna veriblər də, bu davaya veriblər. Buyurun. Və əziz tamaşaçılar, sizdən isə ricam verilişimizi lütfən bəyənin və paylaşın. 300-ə yaxın insan var, amma bəyənin, paylaşın ki, əhatə dairəmiz genişlənsin. Amma bunlar Türk Ağsaqqallar Şurasında yoxdur. Yəni, hər ölkədə mənəvi liderlik edə biləcək və gerçək Türk millətinin davasını aparan adamlar orada olmalıdır. Amma nə ediblər? Türk Dövlətlər Təşkilatını Türk dövlətlərində belə deyək, iqtidarda olan hökumətlər təşkilatlarına çeviriblər. Və bunu da vurğulayım. Türkmənistanın, Qazaxıstanın, Özbəkistanın belə bir qərar qəbul etməsi Türk Devlətlər Təşkilatı üçün bir fiyaskodur. Türkiyə dövlətinin xarici siyasəti üçün bir fiyaskodur. Bunun da altını, böyük xəyanət yazmışlar. Bunun da altını çizirəm. Deməli, AK Parti Türk Devlətlər Təşkilatının qurulmasında böyük xidmətləri olmasına baxmayaraq bu işi sonuna qədər uğurlu şəkildə apara bilməyib. Nədən? Mən hər zaman tənqid edirdim. Azərbaycanda da ilk Ərdoğan hökuməti ilə Əliyevlə hökumətlər arasında əlaqələr var. Çox gözəl. Biz bunu alqışlayırıq, dəstək veririk. Əlaqələrin olması üçün cani dildən çalışırıq. Amma bu illərdə Türkiyə və Azərbaycan xalqlarının qaynaşmasına imkan vermədilər. Dillərinin qaynaşmasına imkan vermədilər. Əzizlərim, Türk Devlətlər Təşkilatının güclü olması üçün xalqlar bir-birinin içinə girməlidir. Xalqlar qaynaşmalıdır, dillər qaynaşmalıdır. Buna imkan verilmir. Türk Devlətlər Təşkilatı olub bir protokol təşkilatı. Yalnız hökumətdə olan şəxslər görüşür, qərarlar qəbul edir, dağılır. Bəs indi bu üç ölkənin, bu üç Türk dövlətinin o Yunan Kiprini tanınması ilə bağlı Türkiyə tərəfindən bir rəsmi etiraz var mı? Hər halda etiraz olmaz. Məncə etiraz olacaq da. Sadəcə Türkiyə hökuməti yox,
Bütün xalq buna etiraz etməlidir. Bütün xalq, bütün türk aydınları, bütün bu yönümdə çalışan hamımız etiraz etməliyik. Media etiraz etməlidir. Bu Aydındır, qayda və gələcəkdə Yunan Kiprinin NATO-ya alınması da planlaşdırılır və Türk Kiprinin tanınmaması gələcəkdə Yunanların Kiprdə türk millətinə soyqırım uygulamasına haqq qazandırmaq deməkdir. Yəni biz türklər də bir-birimizi qoruya bilmirik.